Qureyş surəsinin demək ki, sintaktik və morfoloji təhlilindən inşallah başlayacağıq. Demək, Qureyş surəsi Məkkədə nazil olunmuşdur və 4 ayədən ibarətdir. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adı ilə başlayıram. Li-iləfi Qureyş. Mənası bu olar ki, Qureyşin birliyi naminə. Qureyşin birliyi naminə. İndi baxaq görə li-iləfi nə deməkdir? Li-iləfi hərfi cər, yəni li ön qoşması, burada bir li var, ön qoşma. Üstəgəl məcrur isim, üstəgəl yəni iləfi, burada yəlik halında olan isimdir. Müzafdır, yəni izafətin birinci tərəfidir, təyinlənən tərəfidir. Li-iləfi Qureyş özü izafət birləşməsidir. Ona görə də burada iləfi izafətin birinci tərəfidir və təyinlənən tərəfidir. Şibhi cümlədir, yəni ön qoşma və isimdən ibarət bir birləşmədir. Buna ərəb dilində şibhi cümlə deyirlər. Və 3-cü ayədəki fəl-ya'buduya bağlantılıdır. Bax, buradakı fəl-ya'budu var. 3-cü ayədə qrammatika göstərir ki, ilə əlaqəlidir. Qureyş, Qureyşin muzafun ileyhdir. Yəni bu izafətin dediyimiz kimi bundan qabaq izafətin təyinidir. Yəlik halındadır və qəbilə adıdır. Qureyş. İləfihim rihlətəş-şitəi və sayf. Mənası belə olar ki, demək hərfi tərcüməyə keçək. İləfihim. Onların birliyi naminə rihlətə bu səfər deməkdir. Əş-şitəi qış deməkdir. Əs-sayf isə yaz deməkdir. Demək onların qış və yaz demək yolçuluğun, yəni səfərlərinin nəyi naminə? Birliyi naminə. Demək iləfihim iləfidən bədəldir. Yəni bax birinci buradakı iləfi var idi. Ondan bədəldir. Yəni bədəl nə deməkdir? Bu iləfiyə qrammatik cəhətdən tabedir. Ona görə bunun adına bədəl deyirlər, açıqlanan deyirlər. Və muzafdır. İləfi burada izafətin birinci tərəfidir. Demək muzaf. Him isə izafətin ikinci tərəfidir. Yəni bunun nədir? Təyinidir. Bir də təkrar edirəm. İləfi izafətin birinci tərəfi, təyinlənən tərəfi. Him isə nədir? Təyindir. Rihlətə yəni səfər deməkdir və yaxud yolçuluğunda mənasında da var. Demək məf'uldur, yəni vasitəsiz tamamlıqdır. Və məf'uldur və muzafdır. Yəni izafətin birinci tərəfidir. Rihlətəş-şitəi və sayf bu izafət birləşməsidir. İzafətin dediyimiz kimi birinci tərəfi heç vaxt əl artiklı götürməz. Çünki rihlətə təyinlənən tərəfdir. Özə isimlə ifadə olunub, qadın cinsindədir, sonunda təmərbutə var və təkdədir. Əş-şitəi qış muzafun ileyhdir. Yəni bu nədir? Təyindir. Demək bu müəyyənlikdə gəlib və yəlik halındadır. Niyə görə yəlik halındadır? Çünki izafətin ikinci tərəfi daima yəlik halında olur. Və sayfi yaz. Bu da mə'tufdur. Yəni əs-sayfi yəni ismi o vav hərfinə bağlılığı nədir? Vardır.
Əs-sayfi nədir? İsimdir, müəyyənlikdədir, müəyyənlikdədir və bu da izafətin ikinci tərəfidir, yəni təyinidir. Bu da təyin gedir. Əş-şitaidə təyin, əs-sayfidə nədir? Vava bağlılığı var. Sonra mə'tuf gedir, yəni bağlılığı var. Sonra gəlir bizdə fəlyə'budu rabbə həzəl beyti. Mənası belə olar. Fəlyə'budu artıq ibadət etsinlər. Kimə? Bu evin Rəbbinə. Bu evin Rəbbinə. İndi baxaq. Fəlyə'budu tərkibi ətif hərfi, yəni fə bağlayıcı, bax burada fə bağlayıcı, zaid də adlandırılır bu, yəni artırılma deməkdir bu, zaid. Sonra üstə gəl, əmr qayib, əmr lamı, yəni burada lə hərfi, burada ləm ki var burada, əslində bu fəli yəğbudu idi, fəli yəğbudu. Amma bağlayıcı ilə işlədiyinə görə fəlyə'budu şəklində oldu. Əslində yenə təkrarlayıram. Fəli yə'budu idi. Mənası li ön qoşmasıdır. Li yə'budu mənası üçün deməkdir. Və bu sonunda da, feilin sonunda da nun nə hərfi neynədir? Düşdü. Demək, ətf hərfindən sonra gəldiyi üçün cəzimli muzari feildir. Yəni, indiki gələcək zaman feilidir. Li ön qoşması ilə, burada ədatı ilə işlədiyinə görə sonunda da nədir? Nun hərfi düşdü. Demək, fəl yəğbudu, li yəğbudu demək, feilin təsviri formasının düzəldilməsində istifadə olunur. Yəni, fəl yəğbudu, fəni qoysaq qırağa, li yəğbudu, feilin təsviri əmr formasının düzəlməsində iştirak edir. Yəni, bu növdədir. Ona görə nun hərfi düşüb, li ədatına görə. Rabbə, Rəbbinə məf'uldur, yəni vasitəsiz tamamlıqdır. Təsirli halındadır gördüyünüz kimi. Niyə görə təsirli halındadır? Çünki fəl yəğbudu feili, yəğbudu feili, demək, təsirli feil olduğuna görə, demək, bu qarışıq təyini söz birləşməsi gedir. Qarışıq təyini söz birləşməsinin birinci tərəfini təsirli halına saldı və bu oldu vasitəsiz tamamlıq. Və əl artiklı niyə götürməlidir? Rabb, ümumiyyətlə, izafət birinci tərəfi, izafətin birinci tərəfi heç vaxt əl artiklı götürməz. Çünki bu nədir? Təyinnənən tərəfdir. Rabbə həzəl beyti isə, bu evin Rəbbinə isə özü qarışıq təyini söz birləşməsidir. Çünki burada sifət iştirak edir. Fikir verdiyiniz ki, burada həzə sifətdir. Və ona görə də izafət tərkibində sifət iştirak eləyəndə buna qarışıq təyini söz birləşməsi də deyirlər. Demək, muzafdır. Demək, izafətin birinci tərəfidir, təyinnənən tərəfi. Həzə, bax, bu sifətdir. Sifətdir. Və nədir? Muzafun ileyhdir. Yəni, təyindir. Və işarə əvəzliyi ilə ifadə olunub, kişi cinsindədir. Həzəl beyti, bu niyə görə yəli halında oldu? Çünki qarışıq təyini söz birləşməsinin nədir? Təyini olduğuna görə bu oldu yəlik halında. Həzənin bədəlidir. Yəni, burada həzəl beyti dedikdə, həzə burada işarə vəzi sifətdir, əl-beyti də evdir. Bu ev, hansı ev? Bu ev. Beləliklə, burada bu sifətdir, əl-beyti isə nədir? Burada isimdir. Əl artiklı götürüb və yəlik halındadır, isimdir. Sonra, əlləzi ət'aməhum min cu'in və əmənəhum min xavf. İndi baxaq. O kəs ki, özlərini doyduran, əlləzi o kəs ki, ət'aməhum özlərini doyduran, min cu'in aclıqdan və əmənəhum min xavf
qorxudan əminamanlıq nədir? Verdi mənasındadır. Demək, o kəs ki, onları aclıqdan doyduran və ya aclıqdan yemək verən mənasındadır və qorxudan neyniyər? Əminamanlıq verəndir. Baxaq indi. Əlləzi Rabbənin sifətidir. Rabbə kəlməsinin sifətidir. Buradakı Rabbənin, bax burada Rabbənin sifətidir. Əlləzi. Sonra və ismi məfsuldur. Yəni nisbi əvəzlikdir. Əlləzi kişi cinsindədir və təkdədir. Ət'aməhum. Demək, əslində hərfi tərcüməsi onları doydurmaq deməkdir. Ət'aməhum. Ət'amə. Doydurmaq. Hum isə onları. Demək, ət'amə feildir. Feilin 4-cü babındadır. Hum isə vasitəsiz tamamlıqdır. Burada buyurulur gördüyünüz kimi hum məf'uldur. Yəni burada vasitəsiz tamamlıqdır. Və ət'amə özü nədir? Keçmiş zaman nədir? Feilidir. Sonra gəlirik. Min cu'in. Aclıqdan min ön qoşma. Cu'in isə nədir? İsimdir və yiyəlik halındadır. Aclıqdan qoruyan. Demək, və burada bağlayıcıdır. Ətf hərfi deyirlər buna. Əmənəhum. Onlara əminamanlıq verdi deməkdir. Əmənəhum. Demək, onları emin kılan mənasındadır türk dilində. Amma bizim dilimizdə onlara əminamanlıq bəxş edən deməkdir. Əmənə. Burada feildir. Feilin 4-cü babındadır. Sonra hum isə nədir? Bitişən əvəzlikdir. Feillərlə işlədilən bitişən əvəzlik onlara vasitəsiz tamamlıq rolunda nədir? İştirak edir, gedir. Min xauf. Qorxudan min ön qoşma. Xaufin isə nədir? İsimdir. Yiyəlik halındadır və qeyri-müəyyənlikdədir. Sonra keçirik Maun surəsi. Maun surəsi demək, Maunun mənası yardım və zəkat vermə surəsi deyirlər. Demək, Məkkədə nazil olub 7 ayədən ibarətdir. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adı ilə. Ərəəytəlləzi yukəzzibu biddin. Deyir ki, burada dini danan, təksib edən və ya dini təksib edən kimsəni gördünmü? Başlayaq tərcüməyə. Burada mumi soru hərfidir. Yəni sual ədatıdır. Sual ədatıdır. Rəəytə. Rəəytə demək görmək demək. O gördü demək, sən gördün deməkdir. Feilin demək ikinci şəxsindədir və kişi cinsindədir. Rəəytə. Qadın cinsi olar rəəyti. Mən gördüm deyəndə deyirik rəəytu, mən gördüm. Rəəytə, sən gördün. Demək, bunun tərkibi nədir? Baxaq, rəəytə keçmiş zaman feilidir və ikinci şəxsdədir və kişi cinsindədir. Əlləzi, əlləzi, hərfi tərcüməsi kimsəni, kimsəni və yaxud o kəsimi mənasındadır. Demək, burada əlləzi nədir? Məf'uldur. Yəni, vasitəsiz tamamlıqdır və baxmayaraq ki, hallanmır, amma yerincəcə təsirli halı qəbul edib. Çünki rəəytə feili təsirli feil olduğuna görə tamamlığı neynir? Təsirli halına salıb. Əlləzi də dediyimiz kimi nisbi əvəzlikdir, kişi cinsindədir, hallanmır və təkdədir. Yukəzzibu bi. Demək, bu feil, yukəzzibu, yalanlayan, təksib edən mənasındadır. Yukəzzibu bi, lüğətdə müraciət eləsək, bu feili bi ön qoşması ilə
işlədildiyini görərik. Demək, bu bir ön qoşması da dini neyir? Yiyəlik halına salır, amma din burada vasitəsiz tamamlıq rolunda iştirak edəcək. Baxmayaraq ki, yiyəlik halındadır, amma yedincəcə bu təsirli halını qəbul edib. Yukəzzibu, kəzzəbə yukəzzibu feilin ikinci babının, kəzzəbənin indiki gələcək zamanıdır və üçüncü şəxsdədir. Kişi cinsindədir və təkdədir. Yukəzzibu biddini, bi burada cardır, ön qoşma, əddini isə nədir? Yiyəlik halında olan isimdir, müəyyənlikdədir. Fəzəlikəl-ləzi yəd'ul-yətimə. Fəzəlikəl-ləzi, pəs o kəs ki, zəlikəl-ləzi, pəs o kəs ki, yetimi neyniyər? Qovar. Baxaq indi. Fəzəlikə, demək, burada fə bizdə bağlayıcıdır. Zəlikə cümlənin mübtədasıdır. İşarə əvəzliyi ilə ifadə olunub və kişi cinsinə xitabən olub. Bunun qadın cinsi olar tilkə, kişi cinsi olar zəlikə. Demək, nədir? Mübtədadır. O, kim? O. Demək, cümlənin mübtədasıdır. Əlləzi xəbərdir. Xəbərdir. Bu özü fəzəlikəlləzi yəd'ul yetim özü ismi cümlədir. Əlləzi xəbərdir. Demək, ismi məfsuldur, yəni nisbi əvəzlikdir, kişi cinsindədir və təkdədir və hallanmır. Yəd'u, qovar, də'a feilindəndir, feilin indiki gələcək zamanı olar, yəd'u, üçüncü şəxsdədir, kişi cinsindədir və bu müdaaf feillər qrupuna aiddir. Yəni, qoşalaşan, burada iki dənə qoşalaşan samit var. Buna müdaaf feil deyirlər və təsirli feildir. Hardan bildik? Çünki əl-yətimə kəlməsini saldı təsirli halına və əl-yətimə də məf'uldur, yəni vasitəsiz tamamlıqdır. Əl-yətimə kəlməsi müəyyənlikdədir. Gördüyünüz kimi əl artiklı götürüb və dediyimiz kimi müəyyənlikdə və təsirli halındadır. Sonra gəlir bizdə və la yahuddu alə təamil miskin. Demək, yoxsulu yedirtməyə rəğbətləndirməz mənasındadır. Və bağlayıcı la yahuddu, yəni rəğbətləndirməz, təşviq etməz mənası da var. La burada indiki gələcək zaman ədatıdır. İstiqbal deyirlər. Sonra nəf hərfi, inkar ədatı, üstəgəl müzari feil. Üstəgəl yahuddu, bu nədir? Müzari feildir. Yəni feilin indiki gələcək zamanındadır. La yahuddu alə təamil. Alə təamil miskin isə bizdə nədir? Alə təamil miskin, alə ön qoşmasından, təam ismindən, əl-miskin ismindən, əl-miskin isə burada demək bizdə olacaq sifətdir. Demək, alə təamil miskin isə demək, burada gördüyünüz kimi hərf-i cər, ön qoşma, üstəgəl məcrur isim, yiyəlik halında olan nədir? İsim muzaf, yəni bu təyinlənən tərəfdir. Əl-miskin isə nədir? Təyindir, yoxsulu. Muzafun ilək deyirlər buna. Sonra fəvəylul lil musallinə, yazıqlar olsun o namaz qılanlara ki, və yaxud vay olsun o namaz qılanların halına ki. Burada fə başlama hərfi, başlama hərfi fə, vəylun isə mübtədadır. Mübtəda qeyri-müəyyənlikdə verilib. Lil musallinə xəbərdir, şibhi cümlədir, yəni li ön qoşmasından və musallinə ismi failindən ibarətdir. Musallinə feilin ikinci düzəltmə babının ismi failidir. Sallə, yusalli, musallin və cəmdədir və yiyəli və təsirli halındadır. Əslində bunun adlı halı əl-musallunə idi. Musallunə yiyəli təsirli oldu əl-musallinə.
Özdə iki hallı nədir? İsimlər qrupuna aiddir. Cəmi müzəkkər salim, yəni isimlərin düzgün cəminin kişi cinsinin düzgün cəmidir. İsmin mecrur halı, yəni ismin yəlik halı. Yəli və təsirli halıdır əslində, yəli və təsirli halı. Sonra getdik növbəti demək səhifəyə baxaq. Görək nə buyurulur burada. Əl-ləzinə hum an salatihim səhun. Buyurur ki, o kəslər ki, namazlarında səhlənkardırlar. Baxaq. Demək, əl-ləzinə, yəni o kəslər ki, sifətdir. İsmi məfsuldur, yəni nisbi əvəzlikdir. Kişi cinsindədir, cəmdədir və hallanmaz. Nisbi əvəzliklərin yalnız və yalnız olanı təsniyələri hallanar. Amma əlləzinə cəmlər, ümumiyyətlə, nisbi əvəzliklərin əlləzinədir, əllətidir, əlləvati kəlmələri bunlar hallanmaz. Yalnız və yalnız nisbi əvəzliklərin təsniyələri hallanar. Hum, onlar mübtədadır, munfasıl zəmir, yəni şəxs əvəzliyidir, kişi cinsindədir və üçüncü şəxsin cəmindədir. An salatihim, namazlarından, yəni an burada ön qoşma, hərficir, üstə gəl məcrur isim, salatihim bu məcrur isimdir. Sonra salatihimdə salati burada izafətin birinci tərəfi, him isə onun ikinci tərəfdir. Salati təyinnənən, him isə təyindir. Him muzafun ileyhdir. Muzafun ileyhdir. Səhunə, yəni qafildirlər, yəni səhlənkardırlar mənası da var. Xəbərdir, yəni ismi cümlənin xəbəridir. Və əs-səhi, manqus isminin mərfu halıdır, nekrət çoğul halı. Nə deməkdir bu? Əs-səhi, demək hallanmayan, demək ismin adlı halıdır. Və bu isə demək, bunun cəmi isə əs-səhinin, bu da cəmi isə əs-səhunədir. Səhunə, bax bunun adlı halı səhunə olar, yəli və təsirli olar səhinə və çoğul halı və cəm halındadır və qeyri-müəyyənlikdədir. Burada göstərilir ki, hum an salatihim səhunə ismi cümlədir. Bu ismi cümlədir. Sonra əlləzinə hum yuraunə, o kəslər ki, demək, burada buyurur ki, əlləzinə öncəki əlləzinədən bədəldir. Öncəki bundan qabaqki əlləzi vardır, bax bundan. Demək, qrammatik əlləzinə bu, qrammatik cəhətdən buna tabidir. Yəni, açıqlanan deməkdir, bədəl. Tabidir, ismi məfsuldur, yəni nisbi əvəzlikdir. Əl-musallinənin ikinci sifəti də adlandırılmışdır. İkinci sifəti adlanır. Sonra, hum, onlar mübtədadır. Demək, şəxs əvəzliyi ilə ifadə olunub, munfasıl zəmir, yəni şəxs əvəzliyidir, kişi cinsindədir, üçüncü şəxsdədir və cəmdədir. Yuraunə, yəni riyakarlıq edərlər. Əlləzinə hum yuraunə, o kəslər ki, riyakarlıq edərlər mənasındadır. Və bunun kökü ra'ə feilindəndir. Yuraunə isə onun nədir? Cəmi olar. Yuraunə, demək, feilin üçüncü babında olar. Fəalə babındadır. Fəalə, ra'ə şəklində olacaq. Sonra gəlir bizə nə? Demək, və yəmnəunəl mə'unə, demək, yardıma neynəyərlər? Əngəl olurlar. Sonra, bura baxaq görək. Və bağlayıcı, yəmnəunə, əngəl olurlar, yəni mane olurlar. Sonra, mənə feilindəndir, müzari feildir, yəni
indiki gələcək zaman feilidir. Kökü dediyimiz kimi mən'ədədir, mən'ədəndir. Sonra əl-mə'unə yardıma məf'uldur. Yəni bu vasitəsiz tamamlıqdır. Niyə görə? Çünki yəmnəunə feili təsirli feildir və tamamlığı, bu tamamlığı neyinir? Təsirli halına salır. Sonra demək Surətil Kəvsər 108-ci surə. İnşallah baxaq buna. Bismillahirrahmanirrahim. İnna a'taynakal Kəvsər. Həqiqətən biz sənə Kövsər bəxş etdik. İndi baxaq. İnnə, həqiqətən biz. İnnənənin qısaldılmış halıdır. Əslində bu innənə idi, innənə idi. Bunun qısaldılmış halı innədir. Təkid və nəsb hərfi, üstəgəl nə innənin əsmi. Yəni burada innə bir modal sözü var idi. İnnə modal söz, üstəgəl bitişən əvəzlik. Nə innənin ismidir. Demək, ə'taynəkə, biz sənə verdik. İnnənin xəbəridir. Bax, bu innəni, buradakı bir innə var. Bu gizlin şəkildə. Onun nədir? Xəbəridir. Ə'taynə, bu feilin 4-cü babının feilidir. Ə'ta, əgər biz ə'ta feilini təsrif eləsək, ə'taynə olacaq. Ə'taynə, biz bəxş etdik, verdik. Kə, sənə, sənə. Bitişən əvəzlikdir. Bu, dedik ki, bitişən əvəzliklər feillərlə işlədildikdə onlara vasitəsiz tamamlıq olacaq. Gördüyünüz kimi burada yazılır. Kə məf'ul. Yəni feil üçün vasitəsiz tamamlıqdır. Əl-Kəvsərə. Burada ikinci məf'uldur. Kəvsər, fikir verdiyiniz kimi Əl-Kəvsər təsirli halındadır. Niyə görə təsirli halındadır? Ə'taynə feili təsir edir Əl-Kəvsərə. Demək, birinci vasitəsiz tamamlıq kə, ikinci vasitəsiz tamamlıq Əl-Kəvsərədir. Gördüyünüz kimi yazılıb, ikinci məf'uldur. Əl-Kəvsərə isimdir, müəyyənlikdədir və təsirli halındadır. Fasalli li rabbikə vənhər. Nə deməkdir mənası? O halda namaz qıl, namaz qıl. Rəbbinə və qurban kəs. Fəsalli, ətif hərfi, bax burada fə, bağlayıcıdır. Üstəgəl əmr feili, salli, bax bu salli əmr feilidir. Feili, illət hərfinin düşməsi ilə məczumdur. Yəni, burada bunu demək istəyir ki, əslində salə feilindəndir. Ləmdən sonra bir yə hərfi var idi. Burada fəsalli idi, axırındakı yə hərfi var idi. Amma demək, qrammatik qanunlara görə ərəblərin və burada sallidə olan yə hərfi düşdü və oldu fəsalli. Burada yənin düşməsinə elal qaydaları deyirlər ərəb dilində. Yəni, samitlərin yer dəyişməsi deyirlər buna. Elal qaydalarına görə yə hərfi burada nə oldu? İxtisar oldu, düşdü. Ona görə də burada yazılır ki, illət hərfinin, yəni yənin düşməsi ilə məczum. Yəni, məczum olduğuna görə yə hərfi sükunlu olduğuna görə nə oldu? Tullanıldı, həzv olundu, tullandı. Fəsalli li rabbikə, Rəbbin üçün və yaxud Rəbbinə. Li, hərf-i cər, li, üstəgəl məcrur isim, Rabbikə, məcrur isimdir. Kə muzafun iləkdir. Yəni, li rabbikə kəlməsi, demək, özü burada, bu nədir? İzafət birləşməsidir. Rabbi, Rabbi izafətin birinci tərəfi, kə isə izafətin ikinci tərəfidir. Li ön qoşması Rabbi kəlməsində yəlik halına neynədir? Saldı. Vənhər, qurban kəs və burada bağlayıcı inhərdir bu əslində. Bu əmr feilidir.
Görürsüz yazılıb əmr feili. Yəni feilin təkidi əmr formasıdır Azərbaycan dilinin qrammatikasında. Ərəb dilində əmr məlum gedir və inhər idi. Amma biz bilirik ki, feilin təkidi əmr formasında iştirak edən həmzə birləşdirici olduğuna görə və inhər oldu vənhər. Sonra İnnə şəniəkə huvel əbtar. Demək, həqiqətən sənə kin duyan, yəni sənin düşmənin nəsli kəsilmiş olandır. Sonra demək, beləliklə innə burada modal sözdür. Özündən sonra gələn ismi təsirli halına salır. İnnədən başqa sözlə feili cümlələrdə mübtədanı əvvəldə vermək üçün istifadə olunur. İnnəyə təkid və nəsb hərfi deyirlər. Təkid və nəsb hərfi. Çünki bu innə cümləyə məna baxımından təsir edə bilmir. Yalnız və yalnız cümlənin quruluşundakı ləfsi, cümlənin quruluşunu dəyişə bilir, qrammatik quruluşunu dəyişə bilir. Ona görə də innə təkid və nəsb hərfi də adlanır. Şəniəkə də burada fikir verdiyiniz kimi şəniə burada təsirli halındadır. Niyə görə? Çünki innə şəniə bunu saldı təsirli halına. Kə də sən deməkdir. Demək, şəniəkə innənin ismidir. Yəni şənikə innənin ismidir. Muzafdır, üstəgəl kə muzafun ileyh. Demək, şəniəkə dedikdə bu izafət birləşməsidir. Görürsünüz, muzaf üstəgəl kə muzafun ileyh. Şəniə izafətin birinci tərəfidir. Kə isə izafətin ikinci tərəfidir. Şəniə təyinlənən tərəf, kə isə təyin rolunda nədir? Çıxış edir. Huvə buna da elə fasıl zəmiri, yəni şəxs əvəzliyidir. Üçüncü şəxsdədir, kişi cinsindədir və təkdədir. Huvə burada təkid üçün gəlib. Dırdir, xəbər şəkilçisini əvəz eləyir. Sonra əl-əbtar, nəsli kəsilmiş olanda bu sifətdir. Demək ki, bu innənin xəbəridir. Bax, burada innənin bu xəbəridir. Sifətdir. Demək, müəyyənlikdədir və təkdədir. İndi görək, növbəti səhifəyə baxaq. İnşallah bugün keçdiyimiz qısa surələrin inşallah indi baxaq lüğət tərkibinə. Qureyş surəsi 1-ci və 2-ci ayələr. Əl-iləfu birliyi deməkdir. Sevdirmə mənasında var, sevmə var, mehribançılıq mənası var. Onun mehribançılıq, birlik mənasında var. Sonra Qureyş, demək Peyğəmbərimizin də mənsub olduğu, Allah ona razı olsun, Allahın salamı və xeyir bərəkəti ona və onun əhl-i beytinə olsun. Peyğəmbərimizin mənsub olduğu nədir? Qureyş qəbiləsindən. Qureyş onun adıdır. Sonra gəlib bizə ər-rihlətu, səfər etmə mənasında, səfərə çıxma mənasındadır, səyahət etmə mənasındadır. Əş-şitəu, qış müəyyənlikdə verilib isimdir. Əs-sayfu, yaz. Qureyş surəsi 3-cü, 4-cü ayələr. Abədə, yəğbudu ibadətən, ibadət etmək və qulluq etmək mənasındadır. Əl-bəytu, ev, buyutun, evlər deməkdir. Cim, burada göstərilən cimlər nədir? Cəm halı deməkdir. Ev, Kəbə deməkdir. Ət'amə, yut'imu it'amən, if'al babıdır. Yəni, feilin 4-cü babındadır. Təsirli feildir. Doydurmaq deməkdir, yedirmək mənasındadır. Sonra, əl-cu'u, aclıq deməkdir. Əl-cu'u, cəğa yəcu'u feilindən əmələ gəlib. Sonra baxırıq, əmənə yu'minu imənən. Əmənə iman gətirmək deməkdir. Məhmus feildir, if'al babıdır. İf'al babı yəni feilin 4-cü babıdır.
kökü əminə feilindəndir. Sonra inanmaq, iman etmək mənasındadır. İman gətirmək mənasındadır. Əl-xavfu demək qorxu, qorxma mənasındadır. Xafə yaxafu feilindən əmələ gəlib. Bax bu. Sonra Maun surəsinin lüğəti. 1-ci, 2-ci ayələr. Rəə yərə rü'yətən. Naqis məhmus feildir. Yəni naqis niyə deyirlər? Çünki sonunda yə var və həmzə var. Ona görə naqis məhmus feil deyirlər. Görmək deməkdir, bilmək, zənn etmək mənası da var. Əd-dinu, ədiyən, din, şəriət, cəza mənasındadır. Kəzzəbə, yukəzzibu, təqzibən, təf'il babıdır. Yəni feilin ikinci babındır. Fə'ələ, yufə'ilu, təf'ilun babındadır. Mənası yalanlamaq, inkar etmək mənasındadır. Də'a, yədu'u, də'an. Mənası müzaaf feildir. Bir yaxdan təhlillərdə də dedim. Yəni iki eyni hərfin qovuşması müzaaf feil adlanır. Qovmaq mənası burada itələmək mənasındadır. Sərt davranmaq mənasındadır. Sonra əl-yetimu, yetəmə, yetim, cəmi isə yetəmə, yetimlər deməkdir. 3-cü Maun surəsi 3-cü 4-cü ayələr. Hadda, yahuddu, haddan. Müzaaf feildir. Yəni təşviq etmək mənasındadır var. Yəni rəğbətləndirmək mənasında da var. Təşviq etmək, rəğbətləndirmək. Sonra ət-təğamu, ət-ğimətun, yemək deməkdir. Yedirmə, doydurma mənasındadır. Sonra gəlir əl-miskinu, bu sifətdir. Cəmi olar məsəkinu, yoxsul, miskin deməkdir. Sonra gəlir bizdə nə? Veylun, yazıqlar olsun, vay halına, fəlakət. Sonra əl-musalli, yəni bu namaz qılan deməkdir. Əl-musallinə, bunun yəli və təsirli halda cəmidir. Bunun adlı halı olar əl-musallunə. Sallə yusalli feilindəndir. Yəni feilin ikinci babından əmələ gəlib. İsmi faildir. Namaz qılan deməkdir. Sonra Maun surəsi 5-6. Əs-salatu. Əs-salatu namazdır. Cəmi salavatun deməkdir. Namaz, rəhmət, duadır. Sonra gəlib bizə əs-səhi. Səhunə. Bunu təhlildə dedik ki, bu hallanmayan isimlər qrupuna aiddir və cəmi də səhundur, səhunə, səhunun və yaxud ismi faildir. Yəni səhlənkarlıq edənlər. Sonra burada gəlir bizdə nə? Ra'ə, yura'i, ri'ən, muraətən. Bu dediyimiz kimi feilin 3-cü babının, fəalə babının nə edir? Feilidir. Yuraunə kəlməsi dedik, bax bu kökdəndir. Ra'ə, feilin 3-cü babındadır. Nədir? Deməkdir, özünü göstərmək mənasındadır. Özünü göstərmək. Riyakarlıq etmək. Riyakarlıq yapdı, yəni riyakarlıq etmək. Maun surəsi 7-ci ayə. Mənəğə, yəmnəğu mən'an. Mən etmək. Mani olmaq mənasındadır, əngəl olmaq mənasındadır. Sonra gəlib bizdə nə? Əl-məğunə, yardım, zəkat, sədəqə deməkdir. Sonra gəlir Kövsər surəsi 1, 2-ci və 3-cü ayələr. Əğta, yu'ti, i'ta'ən, naqis feildir, yəni sonunda yə hərfi var. İf'al babındadır, feilin 4-cü babındadır. Əslində bu feil əğtaya idi, amma oldu, çevrildi oldu əğta, yəni vermək. Əl-Kəvsər, cənnətdə bir çayın adıdır. Çayın adıdır. Sonra gəlir bizdə sallə, yusalli, salatun, naqis feildir, təf'il babındadır, feilin 2-ci babındadır, namaz qılmaq mənasındadır. Sonra gəlir bizdə hansı? Nəhərə, yənhəru, nəhran.
qurban kəsmək mənasındadır, boğazlamaq mənasındadır. Sonra gəlib bizə hansı? Əşşəni'u, əşşə ismi faildir. Əşşəni'u, kin duyan, yəni kin bəsləyən deməkdir. Sonra əl-əbtər, sifət-i müşəbbihədir. Yəni bu sifətin keyfiyyət bildirən sifətdir və nə deməkdir? Əl-əbtər burada nəsli kəsilən mənasındadır. Düşmən mənası, nəsli kəsilmiş, övladı olmayan adama deyirlər. Əl-əbtər, sonsuz. Sonsuz desək daha doğru olardı. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.